bu Mirbayquş toxlu ağzını açan kimi mənim ətim tökülür. 1-2 kilo çəkimdən verirəm. Bu şərəfsiz görün nə deyir? Ya biz məcbur etməliyik ki, bizim uşaqlarımız, evdəkilər telekanalizasiyalara baxsınlar. Hə? Ya telekanalizasiyalara baxmayanların ağzını nə bilim dişini yumayıb, çinməyib, nə bilim sıçıb tualetdə götün yumayıb. Bu da şərəfsiz, vicdansız adamdır ki, bunun vicdansızlığın bütün yaşayır. Bu telekanalizasiyalarda biz nəyə baxaq? Hakışmamış oxuyan müğənnilərə, ya gəlsən əlvə verim oxuyan müğənnilərə, ya yaltaqlığı təbliğ edən bu telekanalizasiyalara, nə qədər qazi özünü yandırdı, öldürdü. Biri haqqında bir məlumat çıxmadı. Biri haqqında bu telekanalizasiyalar bir video paylaşılmadı. Azərbaycanda 9 qadın jurnalist, 500'ə yaxın siyasi fəalın həbs olunub. Amma bu vaxta kimi onların biri də haqqında bu telekanalizasiyalar paylaşılmadı. Azərbaycanda nə qədər insanların evsiz, eşiksizdir, onların evləri dövlət tərəfindən sürgülüb, kompensasiyalar ödənilməyib. Yenə bu telekanalizasiyalar bu barədə heç bir şey paylaşmadı. Biz yaltaqlığı təbliğ edən telekanalizasiyalara boykot edirik və onlara baxmayacağıq. Bir Azərbaycan vətəndaşı olarak mən baxmıram və baxmayacağım da. Mirşahin, sən orada şərəfsizsən, sənə bir dənə balaca şeir yazmışam. Mirşahin, şeirin adı da Mirşahin görünə sənindir. Mirşahin, yasında özüm olacağım. Bir dua oxuyub qəbrinə soxacağım. Təklikdə qəbrini mundarlayacağım. İnan ki, cərimə vejimə döyür. Səni jurnalist kimi yada salmayacaqlar. Cəlal Əliyevin dediğini unutmayacaqlar. Öləndən sonra belə görva saplayacaqlar. İnan daha heç nə vejimə döyür. Mirşahin, at boynu ardına gid yaşa. Sənin mənliyin şərəfin olmayıb. Hətta ata Abdullayev o cür yaltaq adam. Onda birazca da olsa mənlik şərəf var, tapıb tüpürmək olar. Səndə nə kişilik var, nə mənlik var, nə vicdan var, nə şərəf var. Azərbaycan xalqının düşmənisən. Sən Cəlal Əliyev dediyi kimi, sən özün bilirsən kimsən və kimin övladısan.